Leningrad layihəli mənzil axtaran müştərilərimiz üçün 4 otaqlı mənzilin çəkilişinə gəlmişik. Kim özü üçün 4 otaqlı daş Leningrad layihəli mənzil axtarsa, onda nə etmək lazımdır? Bu videonu sonadək izləyin. 271 nömrəli məktəb, bağça, böyük ticarət obyektləri hamısı evin yaxınlığında yerləşir. Dəyərli izləyicilərimiz. Məhəlləsi də çox genişdir. Maşınların parkovkası üçün, uşaqların oynamağı üçün çox geniş bir məhəlləsi var. Dostlar, 5 mərtəbəli binanın 4-cü mərtəbəsi Bakıxanov qəsəbəsində xüsusi yerlərdən birində Gloria ticarət mərkəzinin arxası 271 nömrəli məktəbin yaxınlığında. Qanuni 4 otaq, 5 mərtəbəli binanın 4-cü mərtəbəsi, sənədlərdə də heç bir problem yoxdur. Bura mənzilin qapıdan giriş hissəsidir. Belə 6 metrəlik hol hissəmiz var, dəyərli izləyicilərim. Otaqlar da hamısı ayrıdır. Yalnız zal və zalın daxilində olan otaq. 2 otaq iç-içədir, qalan otaqlar hamısı ayrıdır dostlar. Mənzilin daxili hündürlüyü də 2 metrə 85 santim. Burada mənzilimizin mətbəx hissəsidir dostlar. Eyvan hissəsi olub, açılıb qatılıb, haradasa 16-17 kvadrat metr ölçülərə sahib geniş belə bir mətbəximiz var. Mətbəxin daxilindən də eyvana çıxışımız var. Dostlar, evimizin qazı, işığı, suyu daimidir, istilik sistemi, kombi sistemidir, mətbəx hissəsi, hol hissəsi isti polla təmin olunub. Sənədlərində heç bir problem yoxdur, mənzil ipotekaya yarayır, daş Leningrad layihəli mənzildir, qanuni 4 otaq. Mənzilin qiyməti indiki bazar üçün uyğundur, münasibdir, təmiri də gördüyünüz kimi qaydasındadır, gir yaşa bir mənzildir. Mənzilin qiyməti 250 min manatla satışa çıxıb. Əgər real alıcı olarsa, ev sahibi ilə qiymətdə razılaşmaq mümkündür. Dostlar, nömrəmiz səhifədə var, istənilən vaxt buyurub əlaqə saxlaya bilərsiniz, zənginizi gözləyirik. Həyətə şlaqbaum da quraşdırılıb, yalnız bina sakinləri həyətə giriş edə bilir.